Bugün bizim müğənnilər, ümumiyyətlə musiqiçilərdir, tək müğənnilər. Bir musiqi parçasını öyrənəndə, istər bəstəkar tərəfindən yazılmış, istər və ya onu düz qavraya bilmir, düz qəbul eləyə bilmir. Çünki %100 musiqiçi deyil axı. Düzdür, diplomu var, hər şeyi var, fəxri adı da var. Onu elə qəbul eləyir o, elə də yaddaşında qalır. Və elə də ifa eləyir, yayılır. Görürsən ki, hətta mən bir dəfə bir müğənniyə dedim ki, hər ifaçı sənin qədər xalq mahnısına 5% əlavə eləsə, o sənin musiqini qavramamaq xəttinə də o ilə əlaqədar. Onda 20 ildən sonra bu Azərbaycan musiqisinə, xalq musiqisinə, kim musiqisinə deyəcək ki, bu Azərbaycan musiqidir. Dərdimiz odur da. Bədbəxtçiliyimiz, biz ora gedirik. Ona görə də mən toya getməkdən də əl çəkdim və başladım muğamları nota yazım ki, bu qalacaq xalqa, o qalmayacaq. Arif müəllim, bugün sizin üçün ən böyük cəza nə ola bilər? Bilirsiniz, mənim üçün bugün ən böyük cəza odur ki, mənim sənətimə qiymət vermirlər. Mən bir dənə də qəribə sual verərdim buradan ifaçılarımıza, ümumiyyətlə musiqiçilərə, ümumiyyətlə bütün insanlara. Avropada, ümumiyyətlə dünyanın hər bir yerində hər hansı bir bəstəkarın əsərini öz tanallığından çıxartıb başqa tanallıqda çalmaq olarmı? Məsələn, baxın, re minor takkatasını do minorda ifa eləmək olar. Qətiyyən olmaz. Onu bütün dünya qalxar ayağa. Amma bizim muğamlarımızı ifaçılarımız hansı kökdə deyirsən oxuyurlar. Niyə belədir? Çünki pul qazanmaq istəyirlər. Bugünkü gündə pul, varlıq, var dövlət, şərait. Sizə pul lazım deyilmi? Yox. Mənə pul lazımdır yaşamaq üçün. Onlara niyə lazımdır? Onlar elə bilirlər ki, gedəndə aparacaqlar və yaxud kimlər üçün də vərəsə kimi qoysunlar. Nəvə, nəticə, kötücə. Mən yox, mənim üçün atam heç nə qoymayıb. Çox adam var. Özü ağırlığı qədər pul qazanır. Amma mən ki, biraz yaradanıma çox inanıram. Helal qazanılmış pul Bəli. az da olsa çox bərəkətli olur.